Deməli, Targovdayam. Maşının şarjı nə qədər qalır? 5%. Bundan gedəcəm Həzaslanova. Görək çata biləcəyimi. Babək prospekti ilə gedirəm hal-hazırda. Zərəskam olur 2%. Körpünün üstündəyəm. Hal-hazırda zərəskam olur 0%. Gəldim, çatdım evə. Zərəskam 0%-dir, 0 kilometr göstərir. Oradan bura gəldiyim məsafədə 16,3 kilometr. Dostum hələ Ağşəhərə də düşürtdüm. Şimdi qoyuruq şarja. Tesla yandı. Yaşıl yandısa artıq şarj gedir. Burada 80%'e qədər qoyuruq, olur. Amperajı da qaldırırıq. 32 maksimum qaldıra bilərik. 26'ya qoyuram. Neçə saat? 9 saat 15 dəqiqəyə də olacaq. Adətən bu 8 saata falan da olur, daha tez də olur. Hətta 9'dan 5 dəqiqəyə düşdü hal-hazırda. Bu şarjda sürməyin avtomobilə. Çalışın 20%'dan aşağı salmayın şarjı. Çünki bilirsiniz ki, bu batareykaları ziyandır. Mən test məqsədi ilə çəkdim bu videonu. Tesla almağa dəyər.